Bitmiş zamanları izah edirəm sizə. Bugün bir dənəsini izah edərəm, gəlməz ikisini. Tamam mı? İzah etdiyim bugün ümumiyyətlə bitmiş zamanlar necə yaranır? To have ilə fe'l üçün birləşməsində. Have hazır köməkçi fe'l kimi işləndiyi yana zaman forması budur. Yəni bu bitmiş zamanlarda have köməkçi fe'l olaraq işlənir. İndiki bitmiş zaman necə yaranacaq sizcə? Have'ın iki zamanlar hansılardır? Have ilə has. Birləşir nə ilə? Fe'l üç formayla və nə yaranır? İndiki bitmiş zaman. İngilizcə adını deyək. Present perfect. Biz fe'l üç yazırıq. Fe'l üç cədvəldə neçənci sırada olan fe'llərdir uşaqlar? Üçüncü sıra. İngiliscində verb 3 deyirlər. Present perfect. Gəl misallar deyək. Bilmən misal deyə bilərsiniz, have-ın fe'l üçün birləşdirərək bir cavab deyin. They have worked. Deyək, they have worked. Başqa misal deyin. I hansı işlənər? I have finished. Played. Başqa cavab deyin mənə. He has watched. She has, he dedi, mən she has fərqi yoxdur. Watched. Bu da qaydalıdır. Bir də qaydasız deyin də. Yazmaqla da ingiliscində. I have filled. Spoke deyin. We have spoken. Spoke olar yoxsa nə olar? Spoken. We have Spoken. spoken. Demək nə oldu? İlk bitmiş zaman necə yarandı? Have-la üçüncü formada olan fe'llərin birləşməsi. Qaydalılarda üçüncü forma eddir. Qaydasızlarda nədir? Üçüncü sırada olan fe'llər. Məsələn, speak ikinci sırası necə idi? Spoken idi. Nə demək? Demək, ilk bitmiş zaman necə yaranır? Have ilə F3-ün birləşməsindən yaranır. Bura qədər aydındır mən. Köməkçi fe'l nədir bu cümlələrdə? Have hazdır da. Sualda necə olacaq? Have I spoken? Have I worked? Bu cümlənin sualını Have they verin. worked? Have they worked? Have they worked? Nədir mən? Demək, köməkçi fe'l have olduğu üçün sualda nə olur? Have keçir önə, inkarda. Haven't worked. İndi bu cümlələri gəlin tərcümə edək. They have worked. Onlar işləyiblər. İşləyiblər. İngilizcə başlayıb bitmiş hərəkət. İndi hansı hərəkətləri bildirir? Gəl onu izah edək. They have worked. Onlar işləyiblər. Bitmiş zamanlarda ümumiyyətlə belə bir məntiq var ki, bitmiş zamanlarda keçmiş olsun, indiki olsun, gələcək olsun, fərqi yoxdur. Belə bir məntiq var. Hərəkət bitir, amma zaman bitmir. Zaman hala ki bitmir. Necə olur? Yaxşı, mən indiki bitmiş zamana görə izah edim sizə. İndiki bitmiş zaman hansı hərəkətləri ifadə edir? Bir, çox yavaş izah edirəm ki, hamı diqqətlə qulaq asa bilsin. Sürətli izah etsəm anlamayacaqsınız. İndiki bitmiş zaman birinci məsələ. Təzəcə baş verib bitmiş hərəkətləri. Təzəcə baş verməlidir. Məsələn, təzəcə baş verib bitmiş bir hərəkəti mənə göstərir. Məsələn, istənilən bir cümlə yazıram. I have written the essay. I have just written, just da yaza bilərdik. Just burada nə deməkdir İngilizcə? I have just written the essay. Birinci məsələ nədir? Hansı hərəkətləri bildirir? Təzəcə baş verib bitmiş hərəkətlər. İkinci məsələ. Hərəkət bitib və nəticəsi harada göz qabağında olan hərəkətlər. Hərəkət icra edilir. Nədirmi? Hərəkət artıq icra olunmur, amma hərəkətin nəticəsi hələ gözümüzün qabağındadır. Məsələn, nə yaxşı görürsünüz burada? Mən eləmişəm. Essay yazmış. Lövhədə cümlə yazmışam. Nədirmi? Məsələn, deyirəm ki, the teacher has written a sentence. Müəllim bir cümlə yazıb. Aydındırmı? Demək, birinci məsələ nədir? Təzəcə baş vermiş hərəkətlər. Hansı zaman ifadə olunur? İndiki bitmiş zaman. Təzəcə olub da, məsələn, bir hadisə oldu və təzəcə baş verdi. Onu deyirsən, indiki bitmiş zamanda. Aydındırmı? Bu dərs boyu biz neynədik? Lüğət soruşdum da sizdən. Qayda soruşdum. Təzəcə oldu da, hansı zamandır bu? İndiki bitmiş zamandır. Və yaxud da ki, hərəkət bitib. Oldu, amma nəticə hələ var. Nəticəni hələ görürəm. Müəllim lövhədə cümlə yazıb. Mən yazmışam, daha yazmıram ki, amma cümlə hələ lövhədədir. Nəticə hələ davam edir. Başa düşdünüzmü? Hərəkət keçmişdə oldu. Keçmişdə də artıq 5 dəqiqə var da keçmiş sayılır. Aydındırmı?
Amma nəticə hələ var, nəticə davam edir. İndiki davam edən zamanda hərəkət hələ davam etməkdə idi, elədirmi? Bitmiş zamanda hərəkət qutarıb, nəticə hələ qalıb. Aydın oldu mu nə demək istəyirəm? Keçmişdə olub, nəticə hələ var. Bir də var ki, üçüncü məsələ, bitməmiş zamanda bitmiş hərəkət. Məsələn, we have learned a new grammar rule. A new grammar rule bugün öğrendik de today. Biz bugün yeni bir gramatik qayda öğrendik. Today haçandır? Bugün. Zaman bitir. Bugün bitir. Bugün bitmeyip ki. Ama hərəkət qutarır. Aydın oldu mu? Biz bugün yeni bir qayda öğrenmişik. Zaman bitmeyip hərəkət bitib. Aydındırmı? Hansı hərəkətləri bildirir? Təzəcə başlamış hərəkətləri bu zamanla ifadə eləməlisiniz. Məsələn, təzəcə bir şey olur, ona indiki bitmiş zamanla. Hərəkət olub, amma nəticəsini hələ görürsünüzsə, bu da indiki bitmiş zamandır. Bir də bitməmiş zamanda indiki zaman aiddir. Today, this year, this week, this month tipli. Bunlar da nə olur? İndiki bitmiş zamandır. Düşünün ki, əlimdə bir stəkan çay var. Bunu içməkdəyəmsə nə deyərəm? İki daha bir zaman. Yox. Əlimdə stəkan bu dəqiqə varsa. Yaxşı. Əlimdə stəkan bu dəqiqə varsa nə deyərəm? I am drinking tea deyərəm. I drink demərəm. İndi bu dəqiqədir də, bu dəqiqədən danışıram. Stəkan çay var əlimdə. I am drinking tea. Aydındırmı? Çayı bitirmişəm. Stəkan boşdur, stəkanı qoyuram. Nə deyərəm? I have drunk tea. Çay içdim. Nəticə var. Çay qutardı. Çay içmişəm. Nəticə var. Başa düşdünüzmü? Tort bişirirsiniz. Yemək bişirirsiniz. I am baking a cake. Yəni bir kek bişir. Bişirməkdəyəm. Bişirdin, göstərirsən. Sübutum var. Nə deyərsən orada? Look, I have baked a cake. I have prepared a cake. Başa düşdünüzmü? Hə? Sonra başqa bir şey deyim. Esse yazırsınız. Mənə dəftərdə göstərirsiniz. Sən indi yazmırsınız ki. Müəllim, bax, essay yazmışam. Nəticəni mənə göstərirsiniz. I have written an essay. Aydındırmı? Nəticə hələ varsa, nəticə hələ... İndi, bayaq çay içirdim axı. I am drinking tea. İçərkən davam edən zaman. İçdim, bitirdim. I have drunk tea. Stəkanı yudum. Sübut yoxdur. I drank tea. Sadəcə keçmiş sadə zaman. Keçmiş sadə zaman keçmişdə qalır. İzi tozu bu yana çıxmır. Başa düşdünüzmü? Hə? Dünəndə qalır, keçmişdə qalır, 5 dəqiqə əvvəldə qalır. Başa sala bildinmi? Zaman göstəriciləri burada. Burada narı oynayır. Biz necə bilək keçmiş zamandır. İşlədərkən və yaxud da ki, özünüz cümlə qurmağa çalışarkən fikir verməlisiniz. Davam edən hərəkətlər hansı zaman quracaqsınız? İndiki davam edən. Baxın. İndiki davam edən zaman nəyi göstərirdi? İndi hal-hazırda göz qabağından hərəkətləri bildirirdi. Bax, I am... Neyirəm mən? I am planting a tree. Mən indi ağac əkirəm. Nədir mən? I am planting a tree. İndi ağac əkməkdəyəm. Ağacı əkdim sənə deyərəm. I have planted. Necə deyir cümləni? Mən ağacı əkdim. I have Göstərirsiniz. Sınıf var qabağınızda. Nə deyirsiniz? I have planted. Planted the tree. Mən ağacı əkdim. Nədir mən? Göstərirsiniz. Bax, əkmişəm. Nədir mən? Bir də deyirsiniz ki, bu ağacı dünən əkmişəm. Bax, bir də belə bir şey deyir. Bax, bir də bu cümlə deyir. Niyə mən burada hər ikisi I planted the tree yesterday. Yesterday. Yesterday nə deməkdir? Dünən. Keçmiş sadə zamandır. Belə bir şey deyirlər ingiliscə. Əgər zaman göstəricisi yoxdursa, hərəkəti verib zaman göstəricisini verməyibsə, o indiki keçmiş zamanla ifadə olunmalıdır. Aydındırmı? Burada mən niyə keçmiş zamandan istifadə elədim? Yesterday var burada. Aydındırmı? Yesterday verməsiniz əgər, hansı zaman verməlisiniz? İndiki bitmiş zaman verməlisiniz. Aydındırmı? Hansı hərəkətləri bildirdi? Zaman bitməyib, hərəkət bitirsə, bitməmiş zamanda bitmiş hərəkətlər. İkincisi, təzəcə baş vermiş hərəkətlər. Hələ demək təzəcə bir şey olur. Ona bitmiş zaman ifadə edirsiniz. Bir də keçmişdə olub, amma nəticə var. Hələ göz qabağındadırsa, bu artıq nə olacaq? İndiki davam
bitmiş zaman, indiki bitmiş zaman olacaqdır. Aydındırmı? Zaman zərfləri hansılardır? Demək, zaman zərflərini böyük bir cədvəllə göstərə bilər. Today, this week, this year, this month, already, just, ever, never, nə bilim, once, twice, yet var. Yeti biz bilməliyik ki, yet hansı cümlələrdə işlənməlidir? İnkar cümlələrdə. Already, nə bilim, I haven't played yet. məsələn, deyək, məsələn, she hasn't, ay çox yazdım, buna görə yazdım. She hasn't necəydi Osman? Arrived yet. Yeti ancaq harda işlədə bilərsiniz? Yet haqqında bir qeyd yoxdursa onu qeyd edir. Yet inkar cümlədə işlədilir. Aydındırmı? Yeti belə yazın. İnkar plus yet. İnkar plus yet. She hasn't arrived yet. O harada qayıtmayıb, hə? Sualda da işləmək. Sualda da işlənə bilər. Bəli, hə, sualda işlənə bilər. Harada gəlməyib, yəni bu tipli mənada işlənə bilər. Sonra bunu bildik. Bir də bu var. İndiki bitmiş zaman əsas bir dənə baş göstəricisi var. Since vardır, since. Since bəri deməkdir. İndiki bitmiş zamanın ən birinci göstəricisidir. Foru veribmi burada? For o tərəfdə verir bu heç. Since-dən sonra past simple işlənir. Past simple hansı zamandır? Keçmiş zaman. Keçmiş sadə zamandır da. Keçmiş sadə zaman necə yaranırdı? Feil 2 ilə və yaxud nə? Feil edlə yaranırdı. Since-in öz içində, yəni since-in öz cümləsinin içərisində hansı zaman işlədilir? Keçmiş sadə. Keçmiş sadə nə idi? Worked, played, spoke tipli elədirmi? Amma siz özü bütöv şəkildə indiki bitmiş zamanı tələb edir. Yəni sinsin olmayan tərəfdə, yəni siz olmayan tərəfdə biz hansı zaman işlətməliyik? İndiki bitmiş zamanı işlətməliyik. Aydındırmı? Səhifə neçədir bu? 148-də yuxarıda bir qeyd var. Əgər siz nəbindən qeydi var, onu bütöv şəkildə əzbərləməlisiniz. Məsələn, mən onu görməmişəm. Necə deyirsiniz? I haven't seen him since he went to hara getsin? To Turkey. Tərcümə eləyir bu cümləni. Mən görməmişəm ki, o getsin. Yox, mən onu görməmişəm. I haven't seen him. Bu hansı zamandır? İndiki bitmiş. İndiki onu hardan bildik? Haven't. I haven't seen him. Mən onu görməmişəm. Since he went to Turkey, o Türkiyəyə gedəndən bəri. Siz tərəfdə hansı zamanda işlətmişəm? Keçmiş sadə. Keçmiş sadə. Went hansı zamandadır? Keçmiş sadə zaman. Tərcümə olunur. Keçmişdə olub hərəkət. O Türkiyəyə gedib. Gedəndən bəri nəticə var. Mən hala da onu görmürəm. Başa düşdünüzmü? Hərəkət keçmişdə olub, keçmişdən bu tərəfə. Hərəkət nədir? Görməməyim. Onu görmürəm mən. Çünki gedib. Başa düşdünüzmü? Yəni siz hansı zamanlar işlənir özü? Keçmiş sadə zaman. Siz cümləsi isə hansı zaman tələb edir? İndiki bitmiş zaman. Aydındırmı? Bax, ingilis dilində mən sizə uzlaşma keçərəm. Test vuranda sizə göstərərəm. Bugün zaman test vurmalıydı sənə. Zaman uzlaşması testlərdə belədir. İndiki zaman varsa, məsələn, cümlənin əvvəlində uzlaşdırma aparırsınızsa, bu tərəfdə indiki zamanı verməlisiniz. Keçmiş zaman varsa, yenə keçmiş zaman verməlisiniz. Başa düşdünüzmü? Uzlaşma qaydası var ingilis dilində. Yəni testləri vurmaq üçün daha rahat bir üsul var. Əgər belə deyək, indiki zaman varsa, məsələn, bu hansı testlərdə mümkündür? Zaman göstəricisi olmur. Zaman göstəricisi nə deməkdir? Yesterday, today, nə bilim, often. Bunlar yoxdursa, cümlənin heç bir tərəfində bu yoxdursa, biz uzlaşmanı aparmalıyıq. İndiki zamanla indiki zamanı uzlaşdırırıq. İndiki zamanla gələcək zamanı uzlaşdıra bilirik. Yəni gələcək indiki bir yerdə olur. Gələcək bir. Keçmiş zamanla da keçmiş zaman uzlaşır. Yəni tərəflərdən biri keçmiş zaman olsa, tərəflərdən digəri keçmiş zamanda olmalıdır. Aydındırmı? Fərqi yoxdur. Tərəflərdən biri keçmiş davamidə ola bilər, keçmiş sadə ola bilər, biri keçmiş sadə, biri keçmiş bitmiş ola bilər. Fərqi yoxdur. Yəni keçmiş aid olsun. Aydındırmı? İndiki zamanla hansı zaman uzlaşmalıdır? Keçmiş zaman, indiki zamanla gələcək uzlaşır. Keçmişdən keçmiş. Nə səhvdir? Səhv onları yazaq. Gəlin qırmızına yazaq ki, daha yaxşı anlayın. Nə səhvdir? Məsələn, biz gələcək zamanla, məsələn, gələcək zamanı uzlaşdıra bilmirik. İki dənə tərəfdə gələcək zamanı ola bilmir, məsələn. Və yaxud da ki, bu əsas hansı bağlayıcı, nə hansı sözlər aiddir? If aiddir və nə aiddir? As soon as bağlayıcısı, as soon as, if və as soon as. Sonra necə? Until var, bəli. Until, sonra till vardır, before vardır, after vardır. Bu sözlərlə biz gələcək zaman
İndiki saat zaman keçəni də öyrənmişik, elədirmi? Bunlardan uzlaşma mütləq olmalıdır. Yəni məcburiyyət var ki, uzlaşdırasınız cümlələri bir-birinə. Aydındırmı? Bunlar olan, yəni bu bağlayıcılar olan cümlələrdə indiki olmalıdır, keçmiş olmalıdır, indiki gələcək olmalıdır. Elədirmi? Amma nə olmaz? Gələcək olmaz. Məsələn, nə olmaz? Keçmişlə gələcəkdə olmaz. Keçmişlə indiki də olmaz. Aydındırmı? Zamanlar uyğun gəlməlidir bir-birinə. Böyle demiştik de, elədirmi? Hə? Uzlaşmaya görə belə olmalıdır. Amma bu qaydanı bir dənə pozur, sens. Aydındırmı? Sensin tərəfində nə var? Keçmiş sağda. Burada nə vardır? İndiki bitmiş. Başa düşdünüz necə? Bu qaydanı sens pozur, sens də tərsinə işləyir. Sens keçmiş sadə ilə indiki bitmişi birləşdirir. Aydındırmı? Keçmişlə indikinin bir arada olduğu yeganə cümlə tipi budur. Başa düşdünüzmü? Yəni bu bağlayıcılı uzlaşmalı testlərdə. Aydın oldu mu? Nə izah edirəm sizə? Yəni siz gördünüz, həfəz yadınıza gəlməlidir. Özdə bu həfəz var ha. Başqa heç bir zaman uzlaşa bilmirik. İki sərdən uzlaşmır, nə bilim, davam edənlə uzlaşmır və s. şəkildə olur. Bu qədər dərsimiz. İndi açırsınız test topularını.